Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Möhtəşəm bir dənə 2 mərtəbəli ev, qupçalı, tam mülkiyyət, ipoteka yararlı evdir. Nə sağında, nə solunda ev var, arxasında da ev yoxdur. Tən ortada. Belə bir evə sahib olmaq üçün baxın, yolu geniş belə asfaltdır, asfalt küçədir, marketlərə yaxındır. Al market, Oba market, hamısı yaxınlığındadır evin. Hörmətli, qazı su işığı da daimidir. Evin mərtəbə arası da monolit beton. 2 mərtəbəli, kombili, kura mebelli, yaşayışlı evdə hörmətli izləyicilər. Amma evdə qalan kombi, kura mebeli qalacaq. Həyətinə 2 maşın rahatçılıqla daxil ola bilir hörmətli izləyicilər. Həyətin zirzəmiyə giriş var buradan. Pəncərələr aşağı mərtəbələrin dəmir reşotkası vurulubdur gördüyünüz kimi. Kombisi var. Kukla mebeli dediyim kimi kombisi qalacaq. Evimiz tam mülkiyyət qupçalı. Belə bir 2 mərtəbəli evə sahib olmaq istəyirsə 055 555 19 nömrəsinə əlaqə saxlayın. Yerdən 4 daş kürsülü. Evimizə daxil olarkən sağda burada mətbəxi də hörmətli izləyicilər gördüyünüz kimi mətbəx mebeli də qalacaq. Hörmətli izləyicilər dediyim kimi çox səliqəlidir mətbəx mebeli yığılıb, üstündə mərməridir. Pəncərəsi öz əyitinə baxır. Bura evimizin qonaq otağıdır hörmətli izləyicilər gördüyünüz kimi. Bu qonaq otağımız hörmətli izləyicilər gördüyünüz kimi. Və evimizin içində sizə bir dənə gözəl bir insan tanış edəcəm sizi. Roma müəllim. Rəvan, bax 100 dollar pul vermişəm. Gəlib ki, qardaş bizim efirə düşsün. Allah köməyin olsun. Allah xeyirləsin. Hə, bax qardaşımızın baxın bu belə bir 2 mərtəbəli evin 4 otaq evimizin qonaq otağı idi. İçində dediyim kimi əşyalar çıxarılacaq. Yerdə qalan kombi ilə kura mebeli qalır. Onlar yəni qalacaq, evimiz satılır 125.000 manata. 125.000 manata tam mülkiyyət, qupçalı, belə evə sahib olmaq istəyirsə 055 555 19 nömrəmə əlaqə saxlayın. Hörmətli izləyicilər. Birinci mərtəbənin hamam otağıdır. Gördüyünüz kimi hazır. Hamam otağıdır. Qalxalım ikinci mərtəbəyə. Aşağı mərtəbədə bu qaydırop şkafı qalacaq. Pilləkənlərlə qalxaq ikinci mərtəbə. Pilləkənin də altı qladovkadır hörmətli izləyicilər. İkinci mərtəbədə bir yataq otağı. Pəncərələrin qarşısında gördüyünüz kimi maneə yox, cüt daş və monolit beton. Hörmətli izləyicilər. Mərtəbə arası monolit betondur. Qeyd edim deyim biləsiniz. Buradan eyvana çıxışı var. Hörmətli izləyicilər. Bura üçüncü yataq otağı gördüyünüz kimi. Yataq otağında olan bu mebel çıxacaq. Yəni dediyim kimi kura mebelindən kombi qalır. Yerdə qalan əşyalar hamısı çıxarılır. Hörmətli izləyicilər, kanalımıza abunə olun, izləyin. Kimin də belə bir ev varsa satışda, əlaqə saxlasın, gəlib çəkək qoyaq kanalımıza kömək eləyir satışına. İpoteka da yararlıdır. Kimi ipotekadan pul ayrılıbsa gəlib bu evi ala bilər. 125 manata real müştəri üçün endirim yeri var. Xahiş edirəm, kanalımıza abunə olun, izləyin. Və oradan komentariyədən yaxşı bir şeylər yazın. Xoş bir ürək sözlərinizi yazın. Dəstək olun, hörmətli izləyicilər. Xahiş edirəm, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.